Salam, əziz izləyicilər. Mən Şabanov Ali, riyaziyyat müəllimiyəm. 3 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Bir neçə ildir video çəkmək istirdim. Nəhayət bu günə qismət imiş. Videoya başlayacağım funksiyalar mövzusu ilə, yəni ikinci hissənin birinci mövzusu ilə. Yəni səbəbi də odur ki, artıq buraxılış imtahanına çox az müddət qalıb. İstəyirəm ki, buraxılış imtahanına və blok imtahanına hazırlaşanlar kifayət qədər həmin videodan yararlansın. Mövzunu izah edəndən sonra növbəti videolarda test izahlarını da kanala yükləyəcəm. Gəlin keçək mövzumuza. Deməli, əvvəla funksiyaların tərifini verək. Funksiya nədir? Yadda saxlayırsınız. X çoxluğundan götürülmüş hər bir X elementinə Y çoxluğundan yalnız bir Y elementini qarşı qoyan asılılığa funksiya deyilir. Bunu belə göstərə bilərik. Məsələn, bu olsun X çoxluğu, bu da Y çoxluğu. Deməli, X çoxluğundan götürülmüş hər bir X elementinə Y çoxluğundan yalnız və yalnız bir Y elementini qarşı qoyan bu asılılığa biz deyirik funksiya. Yəni, X çoxluğundan istənilən sayda element götürə bilərik. Amma onu yalnız Y çoxluğundan bir elementə qarşı qoymalıyıq. Biz buna deyirik funksiya. Funksiya deyib Y ilə işarə edirik. Deməli, Y nədir? Y funksiyadır. Funksiya. Funksiyaya biz asılı dəyişəndə deyirik. Asılı dəyişən. Bir də X dəyişəni var. X isə arqument adlanır. Arqument. Və bəzən sərbəst dəyişən də deyirik. Sərbəst dəyişən. Bunları yadda saxlayırsınız. X arqument və ya sərbəst dəyişən adlanır. Y isə asılı dəyişən və ya funksiya adlanır. Bəzən Y əvəzinə fx-dan istifadə edirik. Fx da funksiya deməkdir. Və başqa formada da ola bilər. Məsələn, gx ola bilər. Bəzən hx yazırıq və s. Bəzən nəysə, yəni bəzən bu formada da göstərmək olar. İndi baxaq təyin oblastı və qiymətlər çoxluğu anlayışına. Yadda saxlayırsınız. Təyin oblastı df-lə işarə olunur. Df-lə işarə olunur. Bu oldu təyin oblastı. Təyin oblastı. Qiymətlər çoxluğu isə YF ilə işarə olunur. Bu oldu qiymətlər çoxluğu. Qiymətlər çoxluğu. Df nə deməkdir? Df təyin oblastı adlanır və X-in ala biləcəyi qiymətlərdir. X-in ala biləcəyi qiymətlərdir. YF isə qiymətlər çoxluğu adlanır və Y-in ala biləcəyi qiymətlərdir. Bu anlayışlar bütün funksiyalarda var. Ona görə də hər birini yadda saxlamalısınız. Df X-in ala biləcəyi qiymətlər, YF isə Y-in ala biləcəyi qiymətlərdir. Yəni, testdə sizə soruşsa ki, bu funksiyanın təyin oblastını tapın, siz artıq X-a baxırsınız. Yəni, məqsədiniz X-in hansı qiymətlər ala biləcəyini tapmaqdır. Yox, qiymətlər çoxluğunu tap deyirsə, Y-in ala biləcəyi qiymətləri bir-bir araşdırırsınız. Hansı qiymətləri ala bilər, hansını ala bilməz. İndi keçək funksiyanın nöqtədə qiymətinin tapılmasına. Tutaq ki, bizə belə bir funksiya verilib. Fx bərabərdir x kvadrat üstəgəl 3 olsun. Deyir ki, x0 bərabər 4 nöqtəsində funksiyanın qiymətini hesablayın. Belə misallarda, yəni funksiyanın nöqtədə qiymətinin tapılmasına aid misal görsəniz, harada x var, bu misala aiddir. X-in yerinə 4 yazırsınız. Onda olur f4 bərabər 4-ün kvadratı üstəgəl 3. Bu da bərabər 16 üstəgəl 3 və alınır 19. Bax belə. Çox sadə misaldır. Nöqtədə qiymətinin tapılması başqa formada da verilə bilər. Məsələn,
Tutaq ki, yenə eyni funksiyanı verib. Fx bərabər x kvadrat üstəgəl 3 verib. Deyir ki, fx çıx 4'ü hesabla. Bərabər 0. Bərabər sual işarəsi. Bax, bu sualda funksiyanın nöqtədə qiymətinin tapılmasına aiddir. Eynən yuxarıda olan misal kimi burada da harda x var, x var. Götürüb onun yerinə yazırıq. X çıx 4. Onda alınır ki, fx çıx 4 bərabər x çıx 4'ün kvadratı. Üstə gəl 3. Bu da bərabər. Fərqin kvadratı kimi açırıq. Birincinin kvadratı x kvadrat. Hasilin 2 misli 8x. İkincinin kvadratı 16. Üstə gəl 3. Bu da bərabərdir. X kvadrat çıx 8x. Üstə gəl 19 alınır. Bu misalın cavabı budur. Bax belə. Funksiyanın nöqtədə qiymətinin tapılması çox sadə bir misal tipidir. Yəni belə sadə olur. Bunu yadda saxlayırsınız. İndi keçək funksiyanın artması və azalmasına. Hansı funksiyalar artan funksiyadır, hansı azalan funksiyadır? Gəlin bunlara baxaq. Yadda saxlayın ki, x-in qiyməti artdıqca y-in də qiyməti artırsa, bu olur artan funksiya. X-in qiyməti artanda y-in qiyməti azalsa, bu olur azalan funksiya. Məsələn, tutaq ki, bizə verib y bərabər x kvadrat. Belə bir funksiya verib. Artıb azalan olmasını görmək üçün x-a və y-ə qiymətlər verməliyik. Daha doğrusu x-a qiymət verib y-ə almalıyıq. Məsələn, x-a deyirəm 1. X-a 1 deyəndə y1 alınır. X-a 2 desək, 2'nin kvadratı 4'dür. Y alınır 4. Fikir verin, x 1 idi 2 oldu, artdı. Y 1 idi 4 oldu, bu da artdı. Deməli bu funksiya artan funksiyadır. Bax belə. İndi bir də azalan funksiyaya nümunə göstərək. Y bərabər mənfi 2x olsun. Yenə yoxlayaq. X-a 1 deyəndə mənfi 2'ni 1'ə vuranda y bərabər mənfi 2 olur. X-a 2 deyəndə isə mənfi 2'ni 2'yə vuranda y olur mənfi 4. X-in qiyməti artdıqca y-in qiyməti azaldı. Deməli bu azalan funksiyadır. Azalan. Bax belə. Funksiyanın artıb azalması da çox sadə bir anlayışdır. X-in qiyməti artanda y-in qiyməti artırsa funksiya artan funksiyadır. X-in qiyməti artdıqca y-in qiyməti azalırsa azalan funksiyadır. Və ya tərsinə də ola bilər. X-in qiymətini azaldanda y artsa yenə olur azalan funksiya. Yəni qısaca x ilə y düz mütənasibdirsə, biri artanda digəri artırsa, biri azalanda digəri azalırsa artan funksiya olur. Tərs mütənasib olanda isə olacaq azalan funksiya. Bax belə. İndi keçək funksiyanın növlərinə. Birinci gəlir xətti funksiya. Xətti funksiya. Xətti funksiya. Yadda saxlayırsınız ki, xətti funksiya y bərabərdir kx üstəgəl b şəklində yazılır. Yəni xətti funksiyanın ümumi şəkildə yazılışı y bərabərdir kx üstəgəl b olur. Burada k adlanır. Birinci onu deyək ki, k sıfırdan fərqlidir. Bunu yadda saxlayırsınız. K burada adlanır bucaq əmsalı. Bucaq əmsalı. B isə sərbəst hədd adlanır. Sərbəst hədd. Aha. K bucaq əmsalı adlanır, B isə sərbəst hədd. Test toplusunda verilən misalların əksəriyyəti K və B-nin işarələri ilə bağlıdır. Yəni sualların əksəriyyətində K və B-nin mənfi və ya müsbət olduğunu sizdən soruşur. İndi bunların işarəsinin tapılmasına baxaq. Daha doğrusu əvvəla bunların xassələrini yazaq, xətti funksiyanın xassələrini. Sonra işarələrinə baxarıq.
Xətti funksiyada hansı xassələr var? 1. Def, yəni təyin oblastı. Biz demişdik ki, təyin oblastı x-in ala biləcəyi qiymətlərdir. Yəni x hansı qiymətləri ala bilər? Baxırıq funksiyaya y bərabər kx üstəgəl b. Burada x-in ala bilməyəcəyi bir qiymət yoxdur. Yəni bütün qiymətləri ala bilər. Ona görə də təyin oblastı olur mənfi sonsuzluqdan müsbət sonsuzluğa. İkinci xassə qiymətlər çoxluğu. Qiymətlər çoxluğu. Y-in ala bilməyəcəyi bir qiymət də yoxdur. Ona görə də qiymətlər çoxluğu yenə mənfi sonsuzluqdan olur müsbət sonsuzluğa. Sonra üçüncü xassə. Əgər k sıfırdan böyük olarsa, funksiya artan olur. Bayaq izah etmişdim. Əgər k sıfırdan böyükdürsə, x-in qiymətini artıranda y-in qiyməti də artır. Ona görə də funksiya artan olur. Əgər k sıfırdan kiçik olarsa, funksiya olur azalan. Yəni, x-in qiymətini artırdıqca y-in qiyməti başlayır azalmağa. Ona görə də azalan funksiya olur. Sonra dördüncü xassə. Yadda saxlayırsınız ki, xətti funksiyanın qrafiki düz xəttir. Qrafiki düz xəttir. Qrafik düz xəttir. Yəni xətti funksiyanın qrafiki düz xət adlanır. Düz xət olur. İndi keçək K-nın və B-nin işarəsinin tapılmasına. Bunun müxtəlif halları var. Gəlin hər birini ayrı-ayrılıqda sizə göstərim. Bir onu yadda saxlayırsınız ki, K bucaq əmsaldır və K bərabərdir tangens alfaya. Tangens alfaya. Alfa burada hansı bucaqdır? Alfa xətti funksiyanın qrafikinin OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaqdır. Həmin bucağın tangensi k-ya bərabər olur. Biz də bilirik ki, tangens birinci rübdə, yəni alfa əgər 0 dərəcə ilə 90 dərəcə arasında yerləşirsə, birinci rübdə, tangens müsbət olur. Ona görə də k sıfırdan böyükdür. Yox, əgər alfa ikinci rübdə yerləşsə, ikinci rübdə 90 dərəcə ilə 180 dərəcə arasında olur. Onda k sıfırdan kiçik olur. K kiçikdir sıfırdan. Bax belə. Bu xassələri yadda saxlayırsınız. K-nın işarəsini bu formada tapırıq. İndi müxtəlif qrafik formalarını, xətti funksiyadakı müxtəlif qrafik formalarını sizə bir-bir göstərəcəm. Orada K-nın işarəsində, B-nin işarəsində necə tapırıq, onun hər birini göstərəcəm. Gəlin keçək qrafiklərə. Birinci al. Tutaq ki, xətti funksiyanın qrafiki bu formada verilib. Aha, biz dedik ki, xətti funksiyanın qrafiki düz xəttir. Fikir verin, düz xət verilib. K-nın işarəsini tapmağı bayaq öyrətdim. OX oxunun müsbət istiqaməti ilə, bura O nöqtəsidir. OX oxunun müsbət istiqaməti deyəndə, bax, bu istiqamət nəzərdə tutulur. Yəni, saat əqrəbinin əksi istiqaməti. OX oxunun müsbət istiqaməti ilə qrafikin əmələ gətirdiyi, düz xəttin əmələ gətirdiyi bucağa biz alfa bucağı deyirik. K bərabərdir tangens alfaya. Tangens birinci rübdə, yəni iti bucaq olanda sıfırdan böyük olur. Deməli, K sıfırdan böyükdür. Yəni, buradan belə bir qayda çıxarda bilərsiniz ki, harada iti bucaq əmələ gəlirsə, xətti funksiyada, orada K sıfırdan böyük olur. Sonra, bəs B nədir? Gəlin buraya yazaq. Xətti funksiyanın ümumi şəkildə yazılışını y bərabərdir kx üstəgəl b idi. Ümumiyyətlə, funksiyalarda belə bir xassə var. Baxırsınız bu nöqtəyə, y oxunu kəsən nöqtəyə. Yadda saxlayın. Funksiya nə zaman y oxunu kəssə, həmin kəsdiyi nöqtədə, yəni bu nöqtədə x sıfıra bərabərdir. X sıfırdır. Y oxunu kəsdiyi nöqtədə isə
y sıfıra x oxunu kəsdiyi nöqtədə isə y sıfıra bərabərdir. İndi bizə lazımdır yuxarıdakı nöqtə. Həmin nöqtədə x sıfıra bərabər olduğu üçün k-nı sıfıra vuranda getdi sıfıra, nə alınır? Y bərabər b alınır. Yəni buradan belə bir qayda çıxartmaq olar ki, y oxunu funksiya harda kəsirsə, o sərbəst səddə bərabər olur. Yəni həmin nöqtə sərbəst səddir. İndi fikir verirsiniz işarəsinə. Əgər o nöqtəsindən, yəni mərkəzdən yuxarıda kəsirsə, təbii ki, y oradan müsbətdir. Deməli, b-də müsbət olmalıdır. Deməli, birinci halda k da b-də sıfırdan böyükdür. İndi baxaq ikinci hala. İkinci hal. İkinci halda funksiyanı biraz dəyişək. Qrafiki biraz dəyişək. İndi isə keçsin mərkəzdən. Aha. Birinci baxırıq bucağa. Bucaq iti bucaq olduğu üçün yenə k sıfırdan böyükdür. Çünki birinci rübdür. Birinci rübdə tangent sıfırdan böyükdür. Sonra baxırıq y oxunu harda kəsir. Y oxunu mərkəzdə kəsdiyi üçün mərkəzdə y sıfıra bərabərdir. Deməli, b bərabərdir sıfıra. Bax belə. İndi baxaq üçüncü hala. Üçüncü hal. Tutaq ki, bu dəfə funksiyanın qrafiki y oxunu mərkəzdən aşağıda kəsir. Bax, belə olsun. Yenə iti bucaq əmələ gəlir. Yenə k müsbətdir. Heç bir fərqi yoxdur. Yəni, hər üç halda iti bucaq əmələ gəldiyi üçün k müsbətdir. İndi isə b nöqtəsi düşdü aşağıya. Mərkəzdən aşağıda olduğu üçün b nöqtəsi. Deməli, b nədir? B mənfidir. Bax belə. Bu oldu üçüncü hal. Keçək dördüncü hala. Dördüncü halda indi şəkli biraz dəyişək. İndi kör bucaq əmələ gətirsin. Və yuxarıda kəssin. Baxın uşaqlar, bu şəkillərin heç birini əzbərləmirsiniz. Əzbərə ehtiyac yoxdur. Sadəcə iki qayda var burada. İti bucaq əmələ gəlirsə, k müsbətdir. Kör bucaq əmələ gəlirsə, k mənfidir. Y oxunu yuxarıda kəsirsə, b müsbətdir. Aşağıda kəsirsə, b mənfidir. Mərkəzdə kəsirsə, b sıfırdır. Yəni, bu xassələri yadda saxlayırsınız. Bu şəkillərin heç birini yadda saxlamaya ehtiyac qalmır. İndi baxırıq bu hala. Bucağa fikir verin. Kör bucaqdır. Deməli, k müsbət, k mənfi, k mənfi. Y oxunu yuxarıda kəsir. Bura b nöqtəsidir. B müsbət. B müsbətdir. Aha. Bax belə. İndi baxaq 5-ci hala. 5-ci halda yenə kör bucaq əmələ gəlsin. Bu dəfə mərkəzdən keçsin. Bax ki, belə verilib. Mərkəzdən keçir. Kör bucaq əmələ gəlib. Kör bucaqdırsa, yenə k mənfidir. Çünki ikinci rübdür. İkinci rübdə tangent mənfi olur. Mərkəzdən keçirsə, mərkəzə biz b deyirik yenə. Çünki mərkəzdən keçir. Hardan keçirsə, ora b-dir. B sıfırdır. Aha. Nəhayət gəldik 6-cı hala. 6-cı halda bu dəfə həm kör bucaq əmələ gəlsin, həm də y oxunu aşağıda kəssin. Bax, belə halda kör bucaq əmələ gəldiyi üçün k bizdə mənfidir. Y oxunu aşağıda kəsdiyi üçün b bizdə mənfidir. Bax belə. Yəni, kör bucaq əmələ gəldisə, k mənfidir. Y oxundan aşağıda kəsdisə, b də mənfidir. Hər ikisinin, buna b deyək, hər ikisinin mənfi olduğu hal, baxın, bu 6-cı haldır. Sonra əlavə olaraq nəyi yadda saxlamalısınız? 7-ci hal yazaq. 7 və 8-ci hallar bu hallardan biraz fərqlidir. 7-ci halda fərz edək ki, funksiyanın qrafiki x oxuna paraleldir. Yəni, belə verilib. Və ya belə də verilə bilər. Yəni, x oxuna paralel olsun. Yadda saxlayırsınız. Xətti funksiyanın qrafiki
x oxuna paraleldirsə, həmin funksiyada y olur sabit. Yəni y dəyişmir. Çəkək yuxarı. Y sabit olmalıdır. Məsələn, tutaq ki, bu nöqtə 4-dür. Bu nöqtə aşağıda olduğu üçün buna da -3 deyək. Yuxarıda verilən qrafikdə y həmişə 4-ə bərabər olur. Aşağıda verilən qrafikdə isə y həmişə -3-ə bərabər olur. Yəni y dəyişmir. Sabit bir ədədə bərabər olur. Baxın belə. 8-ci hala baxaq. 8-ci halda isə fərz edək ki, funksiyanın qrafiki bu dəfə y oxuna paraleldir. Yəni ya solda verilib, ya da sağda. Solda verilən olsun -3, sağda verilən də 4 nöqtəsində x oxunu kəssin. Əgər y oxuna paraleldirsə, bu dəfə x sabit bir ədədə bərabər olur. Əslində yuxarıdakı xassəyə bu çox oxşuyur. Yuxarıda bir xassə var idi. X oxunu kəsəndə y 0 olurdu. Y oxunu kəsəndə isə x 0 olurdu. Bu da ona oxşar bir xassədir. Əgər x oxuna paraleldirsə, y sabit bir ədədə bərabərdir. Y oxuna paraleldirsə, x sabit bir ədədə bərabərdir. Aha. Yəni x burada nəyə bərabərdir? Soldakında x -3-ə bərabərdir. Sağdakında isə x 4-ə bərabər olmalıdır. Baxın belə. Bunların hər biri xətti funksiyanın qrafikləri oldu. Xətti funksiyanın qrafiki deməli neçə halda ola bilər? 8 halda. Yəni bu hallardan başqa hal yoxdur. Bu halları yadda saxlayırsınız, əzbərləmirsiniz. Qaydanı yadda saxlayın. İndi isə keçək iki xətti funksiyanın qarşılıqlı vəziyyətinə. İki xətti funksiyanın qarşılıqlı vəziyyəti. Tutaq ki, bizə verilib y bərabərdir k1x üstəgəl b1 xətti funksiyası və y bərabərdir k2x üstəgəl b2 xətti funksiyası. Əgər sualda desə ki, iki xətti funksiya bir-birinə paraleldir. Yadda saxlayın. Birinci hal. Paraleldirsə, paraleldirsə, onda bucaq əmsalları bir-birinə bərabər olmalıdır. B-lərlə bizim işimiz yoxdur. B-lər bir-birindən fərqli ola bilər. Paralel olması üçün iki xətti funksiyanın bucaq əmsalları bir-birinə bərabər olmalıdır. İkinci hal. Desə ki, perpendikulyardır. Perpendikulyar nə idi? İki xətti funksiya, yəni iki xətt bir-biri ilə 90 dərəcədə kəsişirsə, biz buna deyirik perpendikulyar xəttlər. Perpendikulyar olsa, onda həmin düz xəttlərin bucaq əmsallarının hasili -1 olmalıdır. Çox gözəl. Test toplusunda axırıncı suallarda perpendikulyar əlamətinə görə misallar var. Buna aid misallar test toplusunda var. Üçüncü. Desə ki, xətti funksiyalar 90 dərəcədən fərqli bir bucaq altında kəsişsin. Yəni, kəsişsin yazaq da bura. Kəsişsin. Aha. İki xətti funksiya 90 dərəcədən fərqli bir bucaq altında kəsişirsə, hətta belə yazaq, alfa 90-dan fərqlidir. Çünki 90 dərəcədə kəsişsə, bucaq əmsallarının hasili -1-dir. Hətta bunu yazmağa ehtiyac yoxdur. Elə birbaşa yazaq. Kəsişirsə, K1 fərqlidir K2. Bunu yadda saxlayırsınız, bəs eləyir. Deməli, qarşılıqlı vəziyyəti 3 formada ola bilər. İki düz xətt paraleldirsə, bucaq əmsalları bərabərdir. Perpendikulyar olarsa, bucaq əmsallarının hasili -1-dir. Kəsişirsə, bucaq əmsalları bir-birindən fərqlidir. Çünki kəsişməsə bərabər olur. Kəsişirsə fərqli olmalıdır. 3 xassəni yadda saxlayırsınız. Sonra gələk yeni bir qaydaya. Yadda saxlayın. İki xətti funksiyanın nisbəti sabit bir ədədə bərabər olsa,
onda bucaq əmsallarının nisbəti sərbəst ədlərin nisbətinə bərabər olmalıdır. Yazılı şəkildə göstərək bunu. Tutaq ki, K1x üstəgəl B1-in K2x üstəgəl B2-yə nisbəti deyir ki, sabit bir ədədə bərabərdir. Onda yadda saxlayırsınız. K1-in K2-yə nisbəti bərabər olmalıdır. B1-in B2-yə nisbəti. Əgər bu iki nisbət bir-birinə bərabər olsa, yəni bu tənasüb ödənsə, onda sol tərəfdəki nisbət sabit bir ədədə bərabər olacaq. Test toplusunda buna aid suallar var. Birazdan baxacağıq bu suallara. İndi bu qayda hardan gəlir, onu da göstərim sizə. Sonra baxaq sual nümunələrinə. Deməli, yuxarıdan kəsrin surətindən K1-i atıram qabağa. Mötərizənin içində qalır x üstəgəl B1 böl K1. Aha. Aşağıda da eyni formada K2-ni atıram qabağa. Mötərizənin içində alınır x üstəgəl B2 böl K2 bərabər. Əgər sizə deyirsə ki, funksiya sabitdir, bu nə deməkdir? Yəni, funksiyanın daxilində x olmamalıdır. Bu, hər hansı bir ədədə bərabər olmalıdır. İndi bu yazdığımız misala fikir verək. Burada x-in olmaması üçün yuxarıdakı mötərizə ilə aşağıdakı mötərizə ixtisar olmalıdır ki, x orada qalmasın. Yəni, cavabda alınmalıdır K1 böl K2. Aha. Sonra fikirləşirik ki, iki mötərizənin ixtisar olması üçün yuxarıki mötərizədə olan B1 böl K1-in aşağı mötərizədə verilən B2 böl K2-yə bərabər olmalıdır. Bərabər olarsa əgər ixtisar edə bilərik. İndi K1 və B2-ni çarpaz şəkildə yerini dəyişsək, alınır B1 böl B2 bərabərdir K1 böl K2. Yəni, yuxarıdakı tənasübü alırıq. İstəyirsiniz qayda kimi yadda saxlayın. İstəyirsiniz bu formada özünüz misalı almağa çalışın. Belə, xətti funksiya haqqında bu qədər. Demək olar ki, hər şeyi dedik. Nöqtədə qiymətinin tapılmasını dedik. K bucaq əmsaldır, B sərbəst əddir, K-nın işarəsinin tapılmasını dedik. Əgər iti bucaq əmələ gəlirsə, K müsbətdir, kör bucaq əmələ gəlirsə, K mənfidir. Y oxunu mərkəzdən yuxarıda kəsirsə, B müsbətdir, mərkəzdə kəsirsə, B sıfırdır, mərkəzdən aşağıda kəsirsə, B mənfidir. Sonra, iki xətti funksiyanın nisbəti bərabərdirsə, bucaq əmsallarının nisbəti sərbəst ədlərin nisbətinə bərabərdir. Bu da bir xassə. Sonra, iki xətti funksiya paraleldirsə, bucaq əmsalları bərabərdir. Paralel deyilsə, yəni kəsişirsə, bucaq əmsalları bir-birindən fərqlidir. Yəni, K1 fərqlidir K2-dən. Yox, əgər 90 dərəcədə kəsişirsə, onda K1-in K2-yə hasili -1-ə bərabərdir. Baxın belə. Xətti funksiya haqqında bütün anlayışları bir-bir dedim. İndi gəlin test toplusunda, yeni test toplusunda bəzi suallara baxaq. Deməli, birinci sualımız səhifə 5-də 21-ci sualdır. Sabit funksiyaya aid bir sualdır. Yazıram həmin sualı. Həllinə baxaq. 21-ci sual. Deyir ki, x fərqlidir 5-dən. Fx bərabərdir Kx üstəgəl 5 böl 5x çıx 25. Olarsa, daha doğrusu sabit olarsa, bərabərdir sabit. K üstəgəl F2-ni hesabla. K üstəgəl F2 bərabərdir sual işarəsi. Bayaq dediyimiz xassənin eynisi burada var. Birbaşa yaza bilərik.
Dedik ki K'ların nisbəti B'lərin nisbətinə bərabərdir. Yəni K böl 5 bərabər olmalıdır 5 böl mənfi 25. Ya da özümüz ala bilərik. Gəlin özümüz alaq bu düsturu, qaydanı. Yuxarıdan K'ları atıram qabağa. Bucaq əmsalları həmişə qabağa atılmalıdır. İçəridə qalır x üstə gəl 5 böl k. 5 böl k. Aşağıda da 5'i atıram qabağa. Bucaq əmsalı 5'dir. İçəridə alınır x çıx 5. Bərabər. Bayaq demişdik. Sabit olması üçün tərkibində x olmamalıdır. Yəni mötərizələri ixtisar etdik. Getdi mötərizə. Qaldı k böl 5. Deməli bu nə idi? Fx-dir. Fx bu ifadəyə bərabərdir. Aha. Sonra dedik ki, ixtisarın getməsi üçün yuxarıda verilən ifadə aşağıdakı ifadə ilə eyni olmalıdır ki, ixtisar getsin. Deməli 5 böl k bərabər imiş mənfi 5'ə. Buradan tapırıq ki, k mənfi 1'dir. K mənfi 1'dir. K-nı tapdıq. Geriyə nə qaldı? F2. F2 nə tapmalıyıq? İndi K-nı tapdıq. Yuxarıda yerinə yazaq. K mənfi 1'dirsə, deməli mənfi 1'i 5'ə böləndə alınır mənfi 0.2. Mənfi 0.2. Deməli fx sabit bir funksiyadır. Qiyməti oldu mənfi 0.2. Yəni f2 də mənfi 0.2'dir. Çünki f sabitdir. Bizə deyir ki, k üstə gəl f2'ni tap. F2'ni tap. K-nı tapdıq mənfi 1. Üstə gəl. F2 də mənfi 0.2'dir. Deməli cavab mənfi 1.2 alınır. Çox gözəl bir misaldır və çox asandır. Qaydanı biləndən sonra hamısı asandır. İndi keçək yeni bir misala. İşarələrlə bağlı bir sualdır. 25-ci sual. Xətti funksiyalarda 25-ci sualdır. Deyir ki, y bərabər 2ax üstə gəl 3a kvadrat çıx 14a. A parametrinin neçə tam qiymətində funksiyasının qrafiki ordinat oxunu mənfi hissədə kəsir deyir. Baxın, fikir verin nə deyir? Y oxunu mənfi hissədə kəssin deyir. Bu hansında var idi? Təbii ki, B-də. K-nın işarəsini deyəndə iti bucaq, kör bucaq deyirdik. Bu ona aid bir misal deyil. Y oxunu mənfi hissədə kəsirsə, hətta şəkildə göstəreyim yenidən. Dedik ki, xətti funksiyanın qrafiki bu formada ola bilər. Mənfi hissədə kəsirsə, baxın aşağıda kəsdi. Bu formada ola bilər, yenə aşağıda kəsdi. Və ya belə ola bilər, yenə aşağıda kəsdi. Yəni, necə olduğunu demir. Deyir ki, aşağıda kəssin Y oxundan. Hər üç halda B nədir bizdə? B mənfidir. Çünki harda kəsirsə, bu nöqtələrin hər biri B'dir. Harda kəsirsə, ora B'dir. Y oxundan aşağıda kəsirsə, B mənfidir. İndi fikir veririk bu xətti funksiyaya. Burada 2a k'dır. Sərbəst həddimiz budur. Yəni bu b-yə bərabərdir. B bizdə mənfi olmalıdır. Yəni 3a kvadrat çıx 14a ifadəsi sıfırdan kiçik olmalıdır. Aldıq kvadrat bərabərsizlik. A-nı atırıq qabağa vuruqlarını ayırmaq üçün. Qaldı 3a çıx 14 kiçikdir 0. 0 nöqtələrini tapırıq. Ya A 0 olmalıdır, ya da A olmalıdır 3'də 14 ki, mötərizənin için 0 olsun. Bunu da qarışıq ədədə çevirsək, 4 tam 3'də 2 alınır. Ədəd oxu çəkib, intervalları ayırırıq. 0 nöqtəsi və 4 tam 3'də 2 nöqtəsini tapmışıq. Qoyuruq yerinə. Aha. A kvadratın əmsalı müsbət olduğu üçün müsbət, mənfi, müsbət yazırıq. Və bizdən istəyir sıfırdan kiçik halları. Yəni ortadakı arallığı götürdük. Cavabımız oldu. Sıfırdan 4,3'də 2'yə qədər ədədlər. Burada da hansı ədədlər var? 1 var, 2 var, 3 və 4 var. Yəni neçə hal? 4 hal mümkündür. A-nın 4 qiyməti var. Baxın, belə bir sual. Xətti funksiyaya aid sualdır, amma kvadrat bərabərsizlik var burada. Ona görə də birinci hissəni yaxşı bilməliyik ki, ikinci hissə bizim üçün daha asan olsun. Bax belə, cavab oldu 4.
İndi keçək növbəti suala. İndi yazıram sizə 32-ci sualı. 32-ci sualda işarələrlə bağlı bir sualdır. Burada sadəcə B yox, həm də K-nın işarəsi ilə bağlı sualdır. Funksiyanı köçürüm. Fx bərabər A kvadrat çıx 8A üstəgəl 15 x üstəgəl A kvadrat çıx 16 funksiyası verilib. Deyir ki, A-nın hansı qiymətində bu funksiya 3-cü və 4-cü rübdən keçir. 3 və 4. Aha. Birinci funksiyanın formasına baxırıq. Bax, bura K-dır. Sərbəst həddimiz isə B-dir. Yəni, bu funksiya fx bərabər kx üstəgəl B-dir. Yəni, xətti funksiya. Xətti funksiyadırsa, indi baxırıq bu şərtə. Deyir ki, 3-cü və 4-cü rübdən keçsin. Qrafiki çəkək. Görək ki, 3 və 4-dən keçəndə nə baş verirdi? X və Y oxları 3 və 4-dən keçsin. Deməli, 1-ci rüb, 2-ci rüb, 3 və 4-cü rüb. Aha. İndi baxırıq nəyə? Deyir ki, funksiyanın qrafiki yalnız 3 və 4-cü rüblərdən keçsin. Yəni, qrafik bu formada ola bilməz. Yəni, belə fikirləşə bilərsiniz, belə ola bilməz. Çünki bu qrafik həm də 1-ci rübdən keçir. Bu formada ola bilməz və ya bu formada ola bilməz. Çünki 2, 3, 4-dən keçir. Biz funksiyanı elə çəkməliyik ki, qrafiki yalnız 3, 4-dən keçsin. Onu da yuxarıda izah etmişdim. Əgər x oxuna paraleldirsə, deməli ya 3, 4-dən keçir, ya da 1, 2-dən. Aşağıdan çəkəndə 3, 4-dən keçir. Yəni, funksiyanın qrafiki olmalıdır bu formada. Y oxunu harada kəsirsə, biz buna demişdik B nöqtəsi. Deməli, B nədir? B mənfidir. Bunu yazaq, bu şərti. B olmalıdır, mənfi. Sonra, bir də K-nın işarəsini tapmaq vardır. İti bucaq olarsa K mənfi idi, müsbət idi. Kör bucaq olarsa K nə oldu? Mənfi oldu. Burada nə iti bucaq var, nə kör bucaq. Buradakı bucaq, fikir verin, sıfıra bərabərdir. Çünki x oxu ilə bax, bu verilən ox, daha doğrusu düz xətt kəsişmir. Kəsişmirsə, həmin oxlar arasındakı bucaq 0 dərəcədir. İndi K-nı tapaq. K bərabərdir tangens alfaya. Alfa da 0 olduğu üçün tangens 0 dərəcədə olur 0. Deməli, K nədir? K 0-dır. Aha. İndi qoyaq yerinə. Birinci baxıram K-ya. K-nın yerinə yazıram A kvadrat çıx 8A üstəgəl 15 bərabər 0. Alanda kvadrat tənlik. Viet teoreminə görə toplayanda 8 verməlidir. Vuranda isə 15 verməlidir. Deməli, bu tənliyin kökləri 3 və 5-dir. Aha. 3 və 5-dir. İndi ikisindən birini cavab kimi götürməliyəm. Nəyə baxırıq? B-nin işarəsinə. B bizdə A kvadrat çıx 16-dır. Deyir ki, mənfi olmalıdır. Çünki Y oxunu aşağıda kəsib. Bunun mənfi olması üçün təbii ki, A nə olmalıdır? A 3 olmalıdır. Yəni, cavabımız 3-dür. Bu isə cavab ola bilməz. Düzdür. K müsbət olur, K 0 olur. K-nı ödəyir. Amma B-ni ödəmir. 5-i yazsaq A-nın yerinə, 5-in kvadratı 25, 16 çıxanda 9 alınır və ödəmir. Baxın belə. Əziz şagirdlər, xətti funksiya haqqında bu qədər. Demək olar ki, hər şeyi dedim. Misal nümunələr də göstərdim. Bütün anlayışlara bir-bir toxunduq. Hətta bu qaydanı deməmişdim. X oxuna paraleldirsə, deməli, X-la həmin düz xətt arasındakı bucaq 0-dır və K 0-a bərabər olur. Bunu yadda saxlayın. Bir də ki, Y oxuna paralel olanda, hətta bunu da deyim, bu da yaddan çıxdı. Y oxuna paraleldirsə, buradakı bucaq 90 dərəcədir, alfa 90-dır. 90 dərəcədə tangens deməli təyin olunmur. Ona görə yəni buna aid suallar qarşınıza çıxa bilməz. Bax, bu da belə. Paraleldirsə, tangens 0-a bərabərdir. Yəni, K 0-a bərabər olur.
Buna aid suallar görə bilərsiniz, amma o birisinə aid suallar demək olar ki, hələ ki qarşımıza çıxmayıb. Bax belə. İndi keçək digər funksiyaya. Həmin funksiya xətti funksiyaya qədər geniş deyil. İkinci funksiyamız y bərabərdir k bölünsün x funksiyası. Burada k sıfırdan fərqlidir. Xətti funksiyada olduğu kimi k həqiqi ədəddir. Həqiqi ədəddir. Bunları yadda saxlayırıq. K əgər, gəlin ümumiyyətlə bunun da xassələrinə baxaq. Birinci xassə təyin oblastı. D. Təyin oblastı nə idi? X-in aldığı qiymətlər. X burada nə ala bilməz? X burada 0 ala bilməz. Yəni təyin oblastı olacaq mənfi sonsuzluqdan 0-a qədər birləşmə 0-dan müsbət sonsuzluğa. Yəni sadəcə 0-ı almır. Qalan bütün qiymətləri ala bilər. 2. Qiymətlər çoxluğu. Qiymətlər çoxluğu y-in ala biləcəyi qiymətləridir. Y nəyi ala bilər? Bax, göründüyü kimi k sıfırdan fərqli isə x məxrəcdir. X onsuz da 0 ola bilməz. Deməli y-də 0 almır. Mənfi sonsuzluqdan 0-a birləşmə işarəsi 0-dan müsbət sonsuzluğa. Xətti funksiyada bütün qiymətləri ala bilərdi. Amma bu funksiyada y bərabər k bölünsün x funksiyasında sadəcə 0-ı almır. Qalan bütün qiymətləri ala bilər. 3. Yadda saxlayırsınız. Əgər k 0-dan böyük olarsa funksiya xətti funksiyada artan olurdu. Burada isə azalan. Azalan. Əgər k mənfi olarsa funksiya artan olur. Hətta yoxlaya bilərik. Məsələn, azalan olmasını yoxlayaq. K-ya müsbət bir qiymət verək. Olsun y bərabər 2 böl x. İndi fikir verin. X-a 1 desək burada. X-a 1 desək. X-a 1 desək. Y alınır 2. X-a 2 desək. Y alınır 1. Nə oldu? Azalan funksiya oldu. X-in qiymətini artırdım. Y-in qiyməti azaldı. Hətta k-nın mənfi olmasına da baxaq. Y olsun. Mənfi 4 böl x olsun bu dəfə. X-a deyirəm 1. Bir dəfədə 2. X-a 1 deyəndə mənfi 4-ü 1-ə böləndə y alınır mənfi 4. X-a 2 deyəndə y alınır mənfi 2. X-in qiymətini artırdıqca y-in qiyməti artdı. Deməli, necə funksiyadır? Artan funksiyadır. Yəni, çalışın bunları əzbərləməyin. Üçüncü qayda əzbərçi qayda deyil. Özünüz qiymət verib yoxlaya bilərsiniz. Bunun tapılması da çox asandır. Dördüncü xassə. Dördüncü xassə qrafikə aiddir. Yadda saxlayırsınız. Qrafiki adlanır hiperbola. Hiperbola. Bir də ki, yuxarıda dedik ki, təyin oblastı, yəni x 0 almır, y-də 0 almır. Deməli, hiperbola elə bir əyridir ki, x və y oxlarına bu toxunmamalıdır. Çünki x-a toxunsa, y orada 0-a bərabərdir. Y-ə toxunsa, x 0-a bərabərdir. Yəni, heç birinə toxunmamalıdır. Xətti funksiya x-a da, y-ə də rahatlıqla toxuna bilər. Çünki təyin oblastında və qiymətlər çoxluğunda 0 var. Amma burada yoxdur. İndi hiperbola əyrisini sizə göstərim. Baxın, hiperbola belə olur. Hiperbola əyrisi budur. Yəni, x oxuna çox yaxınlaşır. Hətta düz çəkmədim. Belə çəkək. X oxuna çox yaxınlaşır, amma heç vaxt x oxuna toxuna bilməz. Yəni, sonsuz yaxınlaşır, amma toxunmur. Eləcə də y oxuna çox yaxınlaşır, amma heç vaxt toxunmur. Çünki toxunsa, ümumiyyətlə, bu kəsr olduğu üçün kəsrin mənası olmaz. Kəsrin məxrəci 0 olmur. Ona görə mənası olmur. Bir də ki, baxın, bu funksiyanın qrafiki. K müsbət olarsa,
X-a müsbət deyəndə, tutaq ki, K müsbətdir. X-a müsbət desəm, müsbəti müsbətə böləndə Y müsbət alınır. X-a mənfi desək, müsbəti mənfiyə böləndə Y alınır mənfi. Deməli, X və Y-in müsbət olduğu birinci rübdür. X və Y-in mənfi olduğu isə neçənci rübdür? Üçüncü rübdür. Deməli, K sıfırdan böyük olanda birinci və üçüncü rüblərdən keçir. Bunu da yadda saxlayırsınız. Bəs K sıfırdan kiçik olsa hansı rüblərdən keçər? Gəlin baxaq. Funksiyamız y bərabər k böl x-dir. İndi fərz edək ki, k mənfidir. X-a müsbət deyirəm. Mənfini müsbətə böləndə y mənfi alınır. Sonra x-a mənfi deyirəm. Mənfini mənfiyə böləndə y alınır müsbət. Deməli, x-a müsbət dedik, y mənfi alındı. X-a müsbət dedik, x burada müsbətdir, burada isə y mənfidir. Neçənci rüb? Bu olur dördüncü rüb. X-a mənfi dedim. X-a mənfisi buradır. Y müsbət alındı. Y-in də müsbəti buradır. Keçir neçənci rübdən? Üçüncü rübdən. Bax belə. Bu funksiya haqqında, hiperbola haqqında demək olar ki, hər bir şey dedim. Bax, burada da sonsuz yaxınlaşır y oxuna və x oxuna. Amma heç vaxt toxunmur. Toxunsa mənası yoxdur. Bax belə. Burada heç bir anlayış çətin deyil. Yəni, hər bir qaydanı izah etdiyim kimi öyrənsəz, yadda saxlasaz, tətbiq etsəz, sizin üçün çox rahat olar.